Herkese salamlayırıq. Deməli, mövzumuz hərəkət və oxşarlıqdır. Nədir hərəkət, nədir oxşarlıq, figurların oxşarlığı nədir, simmetrik nöqtələr nədir? Əziz 9-cu siniflər, diqqətlə qulaq asırıq. Çalışacağım ki, ətraflı izah edeyim, geniş izah edeyim, testləri yaxşı işləyəsiniz, imtihana hazırlaşan hər bir şagirdə də uğurlar arzulayıram. Simmetrik nöqtələr nədir? Əvvəlcə ona baxaq. Simmetrik nöqtələr nədir? Yəni, simmetrik nöqtələri biz necə təyin edəliyik? X, Y koordinatı verilir. Bizə deyir ki, OX oxuna nəzərən simmetrikdir. Hansı nöqtəyə çevriləcək? OX oxuna nəzərən simmetriyada, lori dildə desək, adı çəkiləmə dəymirik, digəri isə əksinə dəyişəcək. X mənfi. İndi göstərəcəm, o niyə oldu deyə. Əvvəlcə yazaq. X, Y koordinat oxuna nəzərən. Görək simmetrik olanda nə olur? Adı çəkilən dəyişmir, digəri əksinə dəyişir. Mənfi X, Y. Təbii ki, onu qrafikini çəkib indi göstərəcəm. Birinci hamısını yazaq. X, Y koordinatı, koordinat başlanğıcına nəzərən, yəni 0-0-a nəzərən dəyişib nəyə çevrilir? Koordinat başlanğıcına nəzərən simmetriyada mənfi X, mənfi Y olur. X, Y koordinatı Y bərabərdir X düz xəttinə nəzərən simmetrik olan zaman yerlər dəyişir. Y, X formasında olur. X, Y bərabərdir mənfi X-ə nəzərən, yəni mənfi X düz xəttinə nəzərən simmetrik olan zaman həm yerlər, həm də özləri əksinə dəyişir. Mənfi Y, öz. X, X bərabərdir A düz xəttinə nəzərən simmetrik olduğu zaman 2A minus X nöqtəli vergül Y formasında X, Y əgər Y bərabərdir B düz xəttinə nəzərən simmetrik olduğu zaman X bərabərdir 2B minus Y formasında olur. İndi gəlin baxaq, bunlar niyə belədir? Yəni simmetriya nə deməkdir? Necə olan bir şeydir bu hissə? Diqqətlə fikir verin. Bu düzbucaqlı koordinat sistemidir. OX oxu, OY oxu. Mən deyirəm ki, X, Y, OX oxuna nəzərən simmetrik bu nöqtəyə çevrilməlidir, yoxlayaq. Məsələn, bir nöqtə götürək. Dax ki, götürürəm 2, 4 nöqtəsi. Koordinat X-in 2, Y-in 4. Baxaq, haradadır o 2? 2 buradadır. Görürsünüz. 4 də burada olsun. Təqribən. Həmin nöqtə budur, bax uşaqlar. Buna bir A deyək. A nöqtəsi budur. Mən nə dedim? OX oxuna nəzərən simmetrik olsun dedim, düzdür? OX ox hansıdır? Bu oxdur, elə deyil. Bu oxdur. Bu OX oxu. OX oxuna nəzərən simmetrik o deməkdir ki, yəni OX oxuna nəzərən simmetrik o deməkdir ki, bu gördüyümüz figur deyək, lori izah edəcəm. Bu figur, bu oxa nəzərən simmetrik aşağıda eyni formada olmalıdır. Baxın burada. Yəni bu məsafə neçə vahiddir? Deməli aşağıya da neçə vahid düşməliyik? Vahid. Çünki buna nəzərən simmetrik baxırıq axı. Yəni bunu buradan qatdalayanda, yəni bunu qatladıq, bunun üzərinə düşməlidir. Bu tərəfdən geri qatladıq, onun üzərinə düşməlidir. Bu da 4 vahiddirsə, aydın məsələdir ki, bura neçə olmalıdır? Mənfi 4 olmalı, düz uşaqlar, çünki 4 vahid aşağı düşdü. X isə nə eləmədi? Dəyişmədi. Həqiqətən də baxın, doğrudurmu? Adı çəkilən dəyişmir, digəri əksinə dəyişir. Baxın, birinci xassədir. Başa düşə bilirikmi? Simmetriya nə oldu? Gəlin indi buna baxaq. OY qruquna nəzərən edək bunu. OY qruquna nəzərən. Yenə də 2-4 nöqtəsi götürək istəsəz, yenə olduğu kimi qalsın. 2-4 nöqtəsidir. OY qruquna nəzərən simmetrik olanda artıq bu oxa nəzərən simmetrik olmalı uşaqlar. Bax, bu oxa nəzərən. Neçə vahid gəlmişik? 2. Deməli, sol tərəfə də neçə vahid getməliyik? 2. Onda bura neçə olur? Mənfi 2 olur, tamamilə doğrudur. Təbii ki, Y nə eləmir? Dəyişir, çünki bu nöqtəni. Elə bir bu gördüyümüz şəkli, güzgüdür uşaqlar bu. Güzgüyə baxdığımız zaman. Baxın, bunu belə qatladıq. Bunu geri bu tərəfə qatladıq. Yenə də üst-üstə düşməlidir. İndi bunun koordinatları necə tapılır? Mənfi 2, 4. Həqiqətən də 2-4 nöqtəsi OY qruquna simmetrik olanda adı çəkilən dəyişmirdi, digəri isə əksinə dəyişirdi. Bu da olsun
bir B nöqtəsi. Aydındırmı? Bax, simetriya bu deməkdir. Bax, simetriya bu deməkdir. Ətraflı da demək olar, məncə ətraflıdır. Birini də yazaq. Məsələn, birini də yazaq. Biraz çətindir. Məsələn, x bərabərdir A düz xəttinə nəzərən simetriya deyirik. Düzdür? Yenə də bunu götürək. Tutaq ki, bir C nöqtəsidir. Bir şəklin üzərində getmək istəyirəm. 2, 4 idi də, elə deyək. 2, 4. Neçə düz xəttinə nəzərən simetrik olsun? X bərabərdir. Məsələn, 5 düz xətti olsun tutaq ki. X bərabərdir 5 düz xəttinə nəzərən simetrik olmalı. 5 düz xətti hanı? Mən bir dənə 5 düz xəttini çəkim əvvəlcə. Baxaq. 5 buradadır, bilirsiniz. 5 buradadır. 5 buradadır. X bərabərdir 5 düz xəttinin qrafiki ordinat oxuna paralel bir düz xəttdir. Əgər Y bərabərdir 5 düz xəttini çək desəm, bu dəfə o X oxuna paralel bir düz xətt çəkərsiniz. Biz funksiyalar və qrafiklər dərsində növbəti dərslərdə keçəcəyik. X bərabərdir 5-in qrafiki ordinat oxuna paralel bir düz xəttdir. Y bərabərdir 5-in qrafiki o X oxuna paralel bir düz xəttdir. İndi mən onu çəkirəm, paralel bir düz xətti çəkirəm. Çəkdim. Bunu silirəm buradan, bu bayaqkına ayrıyla. Görürsünüz bu hissəni, onu da silirəm. Çəkmişəm 5 düz xəttini laf aşağıya da çəkə bilərik, fərq edilməz. İndi hansı düz xəttə nəzərən simetrik demişəm uşaqlar? 5-ə nəzərən demişəm, elə deyil. İndi baxın, bu nöqtə, bu aradakı məsafə nə qədərdir? Nə qədərdir sizcə? 2. Diqqətlə baxın, bu 5'dir, bu 2. Bəli, neçə vahiddir burada? 3 vahiddir. Deməli, mən bu düz xəttə nəzərən simetriya edirəmsə, bu məsafə də nə qədər olmalıdır yenə? 3 vahid. 5'in üstə 3 vahid gələndə 8. Bunu uzadaq. 8 də gəldi, düşdü bura tutaq. Oldu bura. Yəni, nöqtəmin koordinatı yerini dəyişdi, oldu burada. Düzdür? Yəni, neçə oldu? 8 və 4. Koordinat oldu 8 və 4. Gəl yoxlayaq. X bərabərdir 5 düz xətti deyildi. Düsturumuz necədir? 2 vura. 2 vur 5. 10. Buna A bərabərdir 5 düz xəttimi yazmalıyıq. Fərq eləməz X bərabərdir A, X bərabərdir 5. 2 və 5 nə elədi? 10. Çıxılsın neçə? 2 neçə elədi? 8. Y isə dəyişmədi bax. Olduğu kimi qaldı. Cavabımız oldu 8 və 4. Başa düşdük. Əgər bu, belə deyək də, indi sizə imtahanda, təbii ki, ətraflı yazı tələb olunan sual gəlsə, bu formada yazarsınız. Əvvəlcə qaydasını dərk eləməlisiniz ki, söhbət nədən gedir şagirdlər. Ümumiyyətlə, bir şeyi dərk eləməsə, onu yazmaq problemdir, çətindir. Əvvəlcə dərk edirik ki, bu simetriya nə deməkdir? Necə olan bir şeydir? Nə qədər fərq, necə? Yəni, dərk edirik biz bunu. Məsələn, mən Əbu Bəkov deyəndə nə dərk edirik? Sadə qruplara ayırmalıyıq. Bəkov deyirsə, böyüyünü götür, kiçiyində olmayanlar, özündə olmayanlardan tamamla. Əbob deyəndə nə etmək lazımdır? Sadə vuruq nədir, sadə böləm nədir? Dərk edirik də artıq biz bunları. Amma simetriya deyəndə onu dərk eləmirdik. İndi gördük ki, simetriya nə olan bir şey? Hansısa düz xəttə nəzərən simetrikdirsə, sağı nə qədər vahid məsafədədirsə, solu da o qədər olmalı. Yuxarısı nə qədər vahid məsafədirsə, aşağısı da o qədər məsafədə simetrik olmalı. Yaxşı olar ki, bu cədvəli əzbərləyək. Cədvəli ona görə əzbərləyək ki, tutaq ki, qapalı sualdır imtahanda. Bunu çəkməyə ehtiyac var mı? Qapalı sualda bunu çəkib vaxt niyə itirirsən? Hazır düsturda öyrənirsən. Adı çəkilən dəyişmir, adı çəkilən dəyişmir. Koordinat başlanğıcına nəzərən hər ikisi dəyişir. Buna nəzərən yerlər dəyişir və s. Yəni, bunu öyrənmək işinizi daha da asanlaşdıracaq. Məncə bu hissə aydındır, davam edirəm. Uşaqlar, görsəniz ki, bax bu söz var. Nəzərən. Nəzərən gördüyünüz zaman, nəzərən deyilən koordinat həmişə orta nöqtədir. Yadınızda qalsın. Nədir? Orta nöqtə. Orta nöqtədir. Nəzərən. Məsələn, deyərsiniz, 3-2 düz xəttinə nəzərən 5-2-yə simetrik olan nöqtəni qur. Həmin o 3-2 orta nöqtənin koordinatlarını. İndi gəlin orta nöqtənin koordinatlarını yazaq. Tutaq ki, A nöqtəsi verilibdir. X1, Y1. B nöqtəsinin koordinatı verilibdir. X2,
Y2. Mənə deyir ki, orta nöqtəsinin koordinatlarını tapın. Orta nöqtənin x-ini tapmaq üçün uyğun verilən koordinatları x1, x2-ni toplayıb yarıya bölürsünüz. Y-ni tapmaq üçün yenə də Y1 üzərinə Y2 gəlib nə edirik? Yarıya bölürük. Uyğun koordinatları x1, x2'ləri toplayıb yarıya bölürük, x alınır. Uyğun Y1, Y2'ləri toplayıb yarıya bölürük, Y alınır. Oldu, uşaqlar, bu formada yazasıyıq biz bunu. Bəs paralel köçürmə nədir? Paralel köçürmə nədir? Paralel köçürmə, bax, düsturumla başlayaq. X' bərabərdir x plus a. Y' bərabərdir y plus b. Bu artıq çevriləndir. Bu verilən koordinatdır. Bu da nə qədər çevrildiydir. Bu düsturdan istifadə də yaza bilərsiniz. Konkret nümunə əsasında sizə izah edeyim. Ümumiyyətlə, nümunə əsasında izah eləmək daha tez qavramaqdır misalı. Yəni, ən gözəl üsul da budur. Hər hansı bir nümunə, misal nə olduğunu başa düşürük. Yəni, misalı dərk edirik artıq. Deyirəm ki, dax ki, 2-7 nöqtəsi paralel köçürmə zamanı 8 və mənfi 10 nöqtəsinə keçir. Əgər belə paralel köçürmədə, bəs 1-3 nöqtəsi hansı nöqtəyə keçər? Belə bir sual olsa və kütləvi saydadır, görərsiniz kitabda. Bu düsturdan istifadə edə bilərsiniz. Amma mən sizə o düsturdan istifadə eləmədən də bir yol göstərəcəm. Məncə bu daha yaxşı yoldur. Əvvəlcə düstura baxaq. Deyir ki, bu buna çevrilir. Deməli, bu x ştrixdir. Onda bu da nədir? Y ştrixdir. Bu x-dir, bu da biz nəyi tapasıyıq? A-nı tapasıyıq. Sonra gətirib bu x-dir, A-nı tapdım. Üzərinə gələndə bu koordinat alınası, yəni x ştrix alınası. Aydındır? Yəni, A ilə B-ni ona görə tapırıq ki, x, y-im var, gətirib üzərinə gəlib, növbəti x ştrix, y ştrixləri neynəsiyik? Tapasıyıq. O üsula getmirəm. Baxın, neynirəm? 2-nin üzərinə nə gəlib? 8 alırlar. Sən də 1-in üzərinə 6 gəl, eləsin? 7. 7-dən nə çıxırlar? 16. 17. 3-dən desən 17 çıxır. Bitti uşaqlar. Bu qədər sadə idi, bitti. Yenə də deyirəm, bu düsturdan da istifadə eləsəz, eyni cavab alarsınız və yaxud bu formada verərsiniz, eyni cavab alarsınız. Məncə bu daha səmərəlidir, bu daha tezdir, bundan istifadə edib misalları işləyərsiniz. Diqqətli oluruq, sonra görək başqa nələr var. Parçanın orta nöqtəsini dedik, çevrilmələr var. 90 dərəcə, 270 dərəcə, 180 dərəcə, indi onlara baxaq, bir-bir baxaq. Bura çəkildi var. Deyir ki, x-y koordinatı bu sizcə saat əqrəbinin əksidir yoxsa saat əqrəbidir? Saat əqrəbi istiqamətindədir, görürük. 90 dərəcə simetrik olan zaman y mənfi x nöqtəsinə keçir. Hazır düstur formasını yadda saxlayın. İsbatı maraqlı olanlar üçün mənim kanalımda var, baxa bilərsiniz. Simetrik formada 90'ın, bunun isbatı düzbucaqlı koordinat sistemində var kanalımda, bir də vaxt gedir, izah edirəm. X-y saat əqrəbi istiqamətində 90 dərəcə fırlanarsa, bu koordinata keçir. Nümunə. Məsələn, 2 mənfi 3 saat əqrəbi istiqamətində 90 dərəcə hansı nöqtəyə keçir? Mənfi 3 və mənfi 2 nöqtəsinə keçir. Bitti. Əgər x-y, bu hansı istiqamətdirlər? Saat əqrəbinin əksinə. Bəli, saat əqrəbinin əksinə 90 dərəcə fırlanarsa, artıq mənfi y x-ə keçəcək. Aydındır? Nümunə. Tutaq ki, 2 mənfi 3 deyənə. Nəyə çevrilir? Müsbət 3, çünki mənfi y-dir. Toxuşdu. Əqrəbi neçə? 3-2. Saat əqrəbinin əksi istiqamətindədir. Bax, bunu da əzbəriyyatda saxlayırsınız. Bunu da əzbəriyyatda saxlayırsınız. Şu an bəs 180 dərəcə çevriləndə nə var? X-y koordinatdır. 180 dərəcə fırladılan zaman mənfi x, mənfi y formasında olacaq. Bəs 270 dərəcə x-y
270 dərəcə. Hansı nöqtəyə çevrilir baxırıq. Bir də x, y saat əqrəbi istiqamətində 270 dərəcə hansı nöqtəyə çevrilir. Uşaqlar, sizə bunu öyrənmək üçün daha bir asan bir üsul deyirəm. Bu 180 dərəcə zaten yadda qaldı mı? Qaldı. Koordinat sistemində də görmək olur onu. Çox asandır. Əksinə dəyişdir. 90 dərəcə saat əqrəbi istiqaməti gördünüzmü? Saat əqrəbinin əksi gördünüzmü? 270 dərəcə saat əqrəbi istiqaməti 90-ın saat əqrəbinin əksinə olan forması olacaq. Yəni, saat əqrəbi istiqamətdə 90, saat əqrəbinin əksinə 270-ə bərabər. Saat əqrəbinin əksi 90, saat əqrəbi istiqamətində 270-ə bərabər. Yəni, bir-birlərinin nə idi? Təsir. Bu formada baxaq. Bir də deyirəm. Bu hansı istiqamətdir? Saat əqrəbi. Deməli, mən hansını götürəsiyəm? Saat əqrəbinin əksini. Elədir, mənfi y(x). Saat əqrəbinin əksi 90-ın saat əqrəbi istiqaməti. Yəni, y mənfi x. Yəni, siz bu üçünü yadda saxlayın, 270-i tapmaq lazım gələndə bir-birinin tərsinə götürüb yerinə qoyub tapasınız. Yenə də deyirəm, bunların izahları mənim kanalımda var. Biraz geniş izah eləmişəm. Maraqlı olanlar baxa bilər. İzah edəcəm indi. Güvəndə testimizdə 9 nömrəli sual var. Bir dənə o sualı izah eləmək istəyirəm. Deyir ki, A mənfi 3 və uşaqlar, bu onu da qeyd edeyim ki, dəfələrlə 9-ların buraxılış imtahanına düşən sualdır. B və mənfi 2 olarsa, ordinat oxuna nəzərən simmetrikdir. OY oxuna nəzərən simmetrikdir. Simmetrik olarsa, A üstə gəl B-ni bizdən soruşur. Valla biz bayaq nə dedik? Dedik ki, XY ordinat oxuna nəzərən simmetrik olanda adı çəkilən dəyişmir. Adı çəkilən OY-dir, Y dəyişmir, digər əksinə dəyişir. Bunun izahını da verdim, isbatını da verdim. Niyə? İndi bunu bu xassəyə görə, bunu da bu xassəyə görə yazıram. Deməli, mənfi 3 və A-ya baxın. Buna baxmayın. Tutaq ki, bu yoxdur, bunu görmürsünüz. Bunu bir dənə OY oxuna nəzərən simmetrik edin. Nə olasın? Mənfi 3 və Diqqətlə baxın. 3. Müsbət 3 və A. Düzdür? Deməli, A, mənfi 3 və A, OY oxuna nəzərən simmetrik olub. Nəyə çevrildi? Müsbət 3 və A-ya. Deməli, diqqətlə baxın. 3 və A olmalıdır. Nə yazıblar? B və onda belə çıxır ki, B neçəymiş? A neçəymiş? Və salam da. B 3-üymüş, A da neçəymiş? Bunların cəmini soruşurdu. Siz də bilirsiniz ki, və salam da. Aydındır mı? Bu formada işləyirsiniz. Bu kütləvi düşən sorundur. Simmetriya cədvəlini yazıram. Kvadratın 4 simmetri yoxu var. Çəkib göstərmək də olar. Birini çəkirəm. Başa düşəcəksiniz nə olmalı. Bu kvadratın simmetri yoxlardır. 1, 2, bu 3, bu da 4. Mesela bir noktadan keçir. Kvadratın 4, düzbucağının düzbucaqla 2 lazım olacaq. Rondun 2, paralelogramın paralelogram müstəvi figurudur ki, nədir? Simmetri yoxu? Yoxdur. Amma bir simmetriya mərkəzi var, diagonalların kəşf mərkəzi. Onu qarışdırmırıq. Rombun 2, düzbucağının 2, kvadratın 4. Bərabər yanlı trapesiya. Bərabər yanlı trapesiyanın bir simmetri yoxu var. Bərabər yanlı üçbucaq. Yenə bir simmetri yoxu var. Təpədən çəkilmişdir. Bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucağın da 3 simmetriya yoxu var. Şuanın simmetri yoxu yoxdur. Parçanın bir simmetri yoxu var. Çevrənin sonsuz sayıda simmetri yoxu var və s. Bizə lazım olacaq. Əslində oxşarlıq biraz geniş anlayışdır. Lakin sizə
lazım olan formada, lazım olan qədərini izah edəcəm. Oxşar fiqurlar müəyyən bir əlamətlərinə görə oxşar olmalıdır. Tərəflərinə, medianlarına, perimetrlərinə, sahələrinə, həcmlərinə, daxili çəkimi çevirən radius, xarici çəkimi çevirən radiuslarına, medianlarına, tənbölənlərinə və s. Məsələn, birinci misal göstərim, üçbucaqlarla bağlı. Üçbucaqların oxşarlıq əlamətlərini göstərək sizə. Bu ABC üçbucağıdır. Bu da diqqətdən baxırsınız. A1, B1 və C1. Bu üçbucaqlar necə oxşardır baxırıq. Birinci əlamət. Üçbucaqlar iki tərəf arasındakı bu bucağı görürsünüz. Bax, bu iki tərəf, AB və AC tərəfi, onlar arasındakı bucaq. Digər üçbucağın iki tərəfi, onlar arasında bucağa bərabərdirsə, bu üçbucaqlar birinci əlamət. Bu üçbucaqlar oxşardır. Hansı əlamətə görə? Tərəf, bucaq və tərəf əlamətinə görə. İkinci əlamət. Uşaqlar, bu dəfə baxırsınız, tərəf, bir tərəf, ona bitişik iki bucaq. Bir tərəf, ona bitişik iki bucaq. Üçbucağın bir tərəfi və ona bitişik iki bucaq. Digər üçbucağın bir tərəfi, ona bitişik iki bucağına bərabərdirsə, bu üçbucaqlar oxşardır. Hansı əlamət? Tərəf və bucaq əlaməti. Üçüncü əlamət, aydın məsələdir ki, bir üçbucağın üç tərəfi də bir-birinə bərabərdirsə və üç bucağı da bir-birinə bərabərdirsə, bu üçbucaqlar oxşardır. Tərəf, bucaq. Bəli, bucaq əlamətinə görə. Yəni, oxşarlıq, fiqurların oxşarlığı müəyyən əlamətlərinə görə olur. Yadda saxlayırıq ki, tərəflər nisbəti, oxşar fiqurların, perimetrlər nisbəti, hündürlüklər nisbəti, medianlar nisbəti, tənbölənlər nisbəti, çevrənin uzunluqlar nisbəti, daxilə çəkilmiş çevrənin radiuslar nisbəti, xaricə çəkilmiş çevrənin radiuslar nisbəti. Bunlar hamısı K-ya bərabərdir. K oxşarlıq əmsalıdır. Oxşarlıq əmsalıdır. Yəni, bir fiqur digər fiqurdan nə qədər fərqlənir? Neçə dəfə fərqlənir? Onun K oxşarlıq əmsalları nə qədərdir? Məsələn, bu daska ilə bu daska bir-birinə oxşar fiqurlardır. Ölçüləri belə çıxır ki, bu daskanın bundan K qədər nədir? Azdır. Və oxşar fiqurları buradan da görmək olar. Lakin, sahələr nisbəti K-nın kvadratına bərabər. Əgər biz sahə ilə tərəf arasında asıllıq qururuqsa, A1 böl A2-nin nə yazmalıyıq? Kvadratı, çünki K kvadratı. Uşaqlar, həcmlər nisbəti isə K-nın kubuna bərabərdir. Tutaq ki, mən həcmlə tərəf arasında asıllıq qururamsa, bunun kubu yazmalıyım. Və yenə də qeyd edirəm ki, oxşarlıq biraz geniş anlayışdır. Mən sadəcə sizə uyğun formada, sizə düşə biləsi formada izah edirəm. Yadda saxlayırıq bu cədvəli. Bütün tərəflər, perimetr, hündürlük, median, tənbölən, bunlar hamısı bir-birinə bərabərdir. Yəni, perimetrlə tərəf arasında asılır desələr, bu iki düsturu bərabər eləyib tapırıq. Nümunə, bir üçbucağın perimetri verilibdir. 20 santimetr. Ona oxşar olan üçbucağın bir tərəfi verilibdir. 8 santimetr. Digər üçbucağın perimetri 12 santimetrdir. Ona oxşar olan üçbucağın tərəfini deyir tapın. Tərəfini tapın. X santimetr. Necə yazacağım? Perimetri P1 böl P2 bərabərdir. A1 böl A2. Gətirib yerinə yazıram. Xeyr, kvadrat yoxdur. Çünki fikir ver, bu düsturu bərabər elədim sadəcə. P1 neçədir? 20. P2 neçədir? 12. A1 neçədir? 8 böl X. Çarpaz vurup misalı işləyib X-i tapaq. Başa düşdük uşaqlar. Bu da bizə lazım olan hissədir. Növbəti izahlarda görüşmək ümidi.